Hörmətli vətənsevərlər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş xüsusi təyinatlı qüvvələrin baş leytenantı şəhidimiz Aslan İsmayılovun doğum günü, anım mərasimi və onun əziz xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasiminə sizi hörmətlə dəvət edirik. Şəhidimizin əziz xatirəsini birlikdə yad etmək, onun qəhrəmanlıq yoluna ehtiramımızı bildirmək bizim üçün böyük qürur və şərəfdir. Mərasimin proqramı 09:00 şəhidin məzarının ziyarəti, 10:00 İsfəndiyar Həsənov adına tam orta məktəbdə anım tədbiri və kitab təqdimatı. Tədbirdən sonra şəhidimizin ailə ocağında ehsa məclisi təşkil olunacaqdır. Tarix 1 iyun 2026-cı il. Məkan Salyan rayon Sarvan kəndi. Tarihin yükünü taşıyan aslan, sinende vətən var, adında güc var. Qələbə zəfərin yaşadan insan.